Salam hər kəsə. Bu günləri biz sizlə PowerPoint haqqında keçəcəyik. PowerPoint-in interfeysi, hansı lent qrupları, hansı əmrləri var haqqında məlumatlar öyrənəcəyik. Əvvəlcə ilk öncə gələk PowerPoint-in yuxarı sağ küncündə olan məlumatlar. Burada X, close, sonra isə minimalizm, maksimalizm, daha sonra isə tapşırıqlar panelinə atmaq üçün əmrlər vardır. X əmrində iki cür biz qısa düymədən istifadə edə bilərik. Ctrl F4 və Alt F4. Ctrl F4 hal-hazırda cari olan PowerPoint sənədindən çıxmaq üçündür. Alt F4 isə bizdə ümumiyyətlə proqramdan çıxmaq üçün istifadə edilir. Daha sonra isə burada müəllifin adı istifadə edilir. Sonra isə gəlirik burada düymə var ki, biz buradan onu kliklədikdə Auto Hide Ribbon, Show Tabs və Show Tabs and komanda var. Auto Hide Ribbon artıq bizim burada komandalarımız və tablarımız görünmür. Mən buradan Auto Hide Ribbon dan Show taba keçsəm əgər, artıq bizdə tablar görünəcək. Show tabs and komanda daxil etdikdə isə artıq bizdə komandalarımızda görünmüş olacaq. Burada məndə PowerPoint-ə informatikanın əsas anlayışları yazmışam, amma PowerPoint sənədini yaradanda presentation 1 olur. Əvvəlcə qeyd edək ki, Word-də document 1 gedirdi, Excel-də book 1-dir, PowerPoint-də document 1, daha doğrusu presentation 1 gedəcək. Sonra custom QX Access toolbar varsa, customs QX Access toolbar var ki, buradakı cəld müraciət panelidir ki, biz bunları Word-dən tanış olmuşuq. More komanda eləyib daha çox əmrlər bura əlavə etmək olar. Daha sonra isə gəlirik biz burada bunun xarici görkəminə hansı tablar var, bunları qeyd edək. File, Home, Insert, Design, Translation, Animation, Slideshow, Review, View, Recording və Help vardır. Bunların çoxu ilə biz Word-də tanış olmuşduq. Daha sonra isə aşağı hissəsinə gəlsək, görək ki, bizim slaydımız məsəl üçün 12 slayddan təşkil olunub. Hal-hazırda isə mən 2-ci slayddayam. Bundan əlavə olaraq biz hansı əmrləri həyata keçirdə bilərik, onlara baxaq. Daha sonra isə biz sənədimizdə aşağı hissəyə baxsaq, görək ki, burada not var. Yəni mən buradan notlar əlavə edə bilərəm. Clicks to add not da var. Buradan da qeydlərimi apara bilərəm. Sonra görünüş rejimlərimiz var ki, bizim burada slide sorterdir, slideshow'dur və miqyasımız var ki, burada. Miqyasımız bizim PowerPoint-da maksimum olacaq. Sizə də göstərim burada. 400 minimumda olacaq burada 10 olur. Susmaya görə də biz bunu 100 qoya bilərik. Daha sonra isə gəlirik burada file menusu ilə tanış olaq. File menusu ilə tanış olan zaman burada Home'dur, New'dur, Open'dir, Info'dur, Save'dir, Save As'dir, Print, Share, Export, Close və digər əmrlər vardır. Home-la yenidən sənədimizə qayıtma olur. New, yeni slide hazırlamaq olur ki, Ctrl-N qısa düyməsi, Open qısa düyməsi odur ki, bizim kompüterimizdə olan mövcud olan slaydların göstərilməsidir. Save-dir, save as-dir, fərqləri infodur, məlumat verir, save-dir, save as-dir, yaddaşa vermək üçün istifadə edilir. Sadəcə bir dənə burada əsas fərqli məqam printdə olandır. Printdə biz seçən zaman, print all slides da seçəndə slide sayını 1, 2, 3, 4, 6 və maksimum 9 eləyə bilirik. Yəni Word-də biz 16-ya qədər gedə bilirdiksə, artıq biz PowerPoint-də bunu sadəcə 9 sayda eyni səhifədə eləyə bilirik. Gəlirik Home tabına. Home tabında Clipboard, Slides, Font, Paragraf, Drawing və Editing lent qrupları vardır ki, burada Clipboard eyni ilə Word-dəki kimidir. Slides haqqında məlumat verim. Burada sizə əvvəlcə bizdə görürük ki, slide bizim PowerPoint təqdimatında hal-hazırda hansı slayddayamsa, o ekranda göstərir. Kənarda isə slaydların siyahısı göstərilir. Və biz burada hansı slaydı daxil olsaq, ana ekranda burada göstəriləcək.
Biz kompüterimizdən yeni slayd, bir var yeni sənəd yaradılması, bir də var yeni slayd yaradılması. Yeni sənəd yaradılması üçün Ctrl-N düyməsindən istifadə etdiyimizə görə artıq slaydımıza növbəti slayd əlavə etmək üçün Ctrl-M düyməsindən istifadə edəcəyik ki, baxın, burada da sizə verir ki, məsələn, bu şəkildə əlavə edin. Daha sonra isə gəlirik layout rejimində nə deməkdir? Layout rejimində budur ki, siz özünüz üçün, məsələn, title slide başlıq şəklində eləyə bilərsiniz. Məsəl üçün, burada to, 2 məzmunlu slide əlavə edə bilərsiniz. Daha sonra isə reset geri qayıtmaqdır. Yəni keçdiyimiz əmrləri hamısını ləğv etməkdir. Daha sonra isə gəlirik section'a. Section'da burada add section deyir. Yəni mən burada eləsəm, tutaq ki, hər hansı bir mövzunu izah eləməliyəm və mən onu hissə-hissə part 1, part 2 deyə etməliyim. Məsələn, untitled section bunu qoydum. Artıq fikir versəz burada oldu. Gəldim klaviaturadan 4-cü slayda yenə section əlavə etmək istəyirəm. Add section eləyirəm. Artıq untitled section məsəl üçün bura qoyuram 2. Artıq burada elədikdə artıq fikir versəz ad dəyişdi, rename elədim. Artıq fikir versəz burada artıq 4-cü slaydan əvvəl oldu. 3 dənə slaydım untitled section və ikincisi untitled section 2 oldu. Versiyalara çevirdim. Daha sonra isə gəlirik burada rename section adını dəyişə bilirəm. Remove da silə bilirəm. Remove all section isə hamısını buradan ləğv edə bilirəm ki, buradan artıq seksiyalar ləğv edildi. Daha sonra isə gəlirik hansı əmrlərə? Gəlirik buradan fonta. Hal-hazırda mən klaviaturadan, baxın, burada daxil olmuşam, aktiv oldu. Bu susmaya görə 8-dən buradan şriftin ölçüsü 96-ya qədər gedir. Daha sonrası bu böyüdüb kiçiltməkdir, pozulmasıdır. Bir də nə fərqli olaraq burada kölgə effekti verilməsi var Word-dən fərqli olaraq. Bir də ki, yazılar arasındakı məsafənin burada təyin edilməsi var. Məsəl üçün, daha çox very tight, daha yaxın, nisbətən uzaq, daha çox uzaq. Yəni, burada rejimlər qoyulub. Fərqli olan budur. Paragrafa gəlir. Paragrafda bu əmrlər eynidir. Text direction var ki, yazının istiqamətinin burada təyin edilməsində əmr istifadə edilib. Sonra isə mətnin, baxın, fikir versəz, bu cür yuxarı, aşağı verilməsi həyata keçirilir. Daha sonra isə gəlir burada convert to smart əmrinə. Burada ağıllı bir smart artlar əlavə edə bilər. Yəni mətnimizi verilib hazır şəkildə biz onları bu cür məsələn informatikanın əsas anlayışları başlığı altında smart art diaqramlar əlavə edə bilər. Smart art əlavə etdikdən sonra smart art design format əmrində 2 əlavə tabımızda açılmış olur. Sonra isə gəlir burada əlavə Word-də olmayan drawing əmri var. Drawing əmrinə biz həmçinin burada əlavə bir şəkil əlavə etdikdə də qarşılaşacaq. Drawing əmrində burada mətn textbooklar vardır ki, siz burada hər hansı bir yerə yazı yazmaq istəyirsiniz. Bura textbooklar əlavə edirsiniz və mətninizi ora qeyd edə bilirsiniz. Sonra isə gəlirik, arrange yerləşdirmə vardır ki, bring to front, send to back, bring forward, send backward əmrləri vardır ki, siz yerilən obyektləri, yazıları önə, arxaya gətirmək, adını dəyişmək, qruplaşdırmaq kimi əmrləri həyata keçirdə bilərsiniz. Məsəl üçün, biz burada gələk bura, buranı seçək. Daha sonra isə buranı seçək. Buradan fikir versəz, qrup əmri aktiv edildi. Qrup şəklində elədikdə artıq mən bunların yerini dəyişdikdə komple şəkildə dəyişəcək bütövlükdə. Sonra isə klikləyirəm buradan. Ungroup əmri var ki, yəni hərəsi azad şəkildə qrup olmadan yerlərin dəyişmə əmrini həyata keçirdə bilirəm.
Sonra isə shape fill var, shape outline var, shape effect var ki, verilən obyektlə müxtəlif içərisinin rənginin doldurulması, daha sonra kənar xətlərinin doldurulması, onlara effekti. Məsələn, burada 3D obyekti var ki, baxın, fikir verin, bu versiyalarda biz effektlər verə bilərik. Find'dir, replace'dir, select'dir. Bunlar hamısı Word-də olduğu kimidir. Qısa dilməsi Ctrl-F, Ctrl-R gedir. Daha sonra isə gəlirik insert-ə. Insert-də new slide-dır. Biz bilirik ki, burada home-da daxil olarkən də slide-da new slide var idi. Insert-də də new slide var. Sadəcə home-dakı new slide-la insert-dəki new slide-ın fərqi nədir? Home'da ailəsi ilə bir yerdədir sanki. New slide var, layout var, reset var, section var. Amma insertdə isə tək new slide qalıb. Yəni, başqa əmrlər burada istifadə edilmir. Table eyni ilə Word-dəki kimidir. Burada fərqli olaraq, məsələn, slide, table, image, illustration, add-ins, links, comment, text, symbol və media var. Slide dedik, table Word-dəki kimidir. Picture-də, burada, image-də 3 element var. Picture, şəkil əlavə edilməsi, screenshot, cari ekran əlavə edilməsi, foto album isə album şəklində şəkillərin əlavə edilməsidir. Illustration'a daxil olduqda shape figurların əlavə etməsi, ikonların əlavə edilməsi, üstə modellərin əlavə edilməsi, smart artların və diaqramların əlavə edilməsidir. Add-ins'dəki bildiyimiz kimi qoşmaların əlavə edilməsidir. Gəldik linkə. Linkdə zoom, link, action var. Bunlar nə deməkdir? Bunlar haqqında danışacağıq. Zoom, tutaq ki, hər hansı mən bu slayddayam. Zoom əmrini ilə hər hansı bir, məsələn, bunu daxil elədim. Artıq dərsimizi keçən zaman artıq bir sənəddə digər sənədi də keçid etmək olur. Artıq məsələn birinci sənəddən sonra baxın mən eyni sənəddə digər bir sənədi əlavə etmiş oluram. Bir dəqiqə mən buradan section'ı silim. Remove all section. Aha. Artıq fikir versəz ki, burada mən istədiyim slaydları burada əlavə edirəm. Kliklədikdə həmin slaydım açılmış olur. Baxın, məsəl üçün, mən buradayam. Insertdən zoom əmri yerinə yetirəm. Bir dənə slayd seçirəm. Üçüncü slayd. Insert eləyirəm. Artıq İstədiyim, yəni ikinci slayddan sonra mən hansı slaydın istəyirəmsə təqdim olunması. Ona həyata keçirmiş oluram, yəni əlavə edirəm ora. Yəni birinci slayddan sonra ikinci slayda baxaq, sonra yenidən slaydlarımıza qaldığımız yerdən davam edək. Zoom-un funksiyası budur. Bəs link nədir? Linkin qısa düyməsi bildiyimiz kimi Ctrl-K-dır və hiperkeçid deməkdir. Hiperkeçid nə deməkdir? Yəni, hər hansı bir sayta və yaxud da kompüterimizdə olan fayla onun əlavə edilməsi üçün istifadə edilir. Qısa düyməsi Ctrl-K dedik. Daha sonra isə gəlirik action'a. Bu nə deməkdir? Action isə sürətli keçid deməkdir. Yəni, mən tutaq ki, buradayam. Daxil oldum. Məsələn, hər hansı bir səhifəyə keçid olsun. Eyni anda mən buradan seçdikdə növbəti səhifə açılacaq. Yəni, cross-reference əmrinə bənzəyir bu. Daha sonra isə comment var. Comment şərh qoymaqdır. Text var ki, burada textbook, mətn qutusu əlavə etməkdir ki, bu home-da da var idi, driving-in içərisində. Daha sonra isə gəlir header footer var ki, kalan titulların əlavə edilməsidir, yuxarı və aşağı sərlövhələrin. Kalan titul əlavə edən zaman bizə header footer adında bir pəncərə açılır ki, burada slide əmrində slide number var. Nömrələmə. Bir də var ki, data and time zamanının əlavə edilməsi. Sonra isə format art var ki, fiqurunu yazır. Plus-da tekstin özündə header footeri əlavə edən zaman slaytda vaxt zamanı əlavə etmək vardırsa, burada əlavə olaraq da vaxt və zamanı əlavə etmək üçün əmr var. Yenə o əmri daxil etdikdə data and time
pəncərəsi, yəni header footer pəncərəsi açılır. Yəni ikisi də eyni yerə gedir. Daha sonra isə gəldik biz səhifənin nömrələnməsini əlavə etmək istəyirsə, yenidən slaytda header and footer əmri açılır, yenə slayt number olur. Sonra isə gəldik burada Ola obyekt vardır ki, Windows əməliyyat sistemində olan 3 texnologiyadan biridir. Plug and play texnologiyası, drag and drop texnologiyası və Ola obyekt texnologiyasıdır ki, biz digər sənədlərə müraciət edə bilirik. Equation var, burada simbol Word-dən tanışıq. Biz buradan düsturların və yaxud da ki, simvolların əlavə etməsi. Burada bizə tanış olmayan bir menu var. Mediadır ki, video, audio, screen recordingdir. Video kompüterimizdə olan hər hansı bir videonun əlavə edilməsidir. Audio həm mən öz səsimi əlavə edə bilərəm hal-hazırki vəziyyətdə və yaxud da ki, kompüterimdə olan səsi əlavə edə bilərəm. Məsələn, hal-hazırda rekord eləyək. Başlayaq rekorda. Hal-hazırda mənim səsim tutaq ki, baxın 3-cü saniyə, 4-cü, OK basıram. OK basanda biraz yaxınlaşdırım siz üçün. Fikir versəz burada mikrofon işarəsi, səs ucaldıcı var, baxın. Səs var. Klik elədikdə Başlayaq rekorda. Hal-hazırda baxın, mənim səsim tutaq ki, baxın 3. danışdığım səs əlavə edilir. Danışdığım səs əlavə edən zaman audio format və playback deyə 2 dənə əlavə lent qrupları açılırlar. Sonra bir də var screen recorder, ekranın zahiri anının videosunu çəkib bura əlavə edilməsidir. Yəni bu cürədir. Sonra isə gəlirik dizayna. Dizayn temadır, variansdır, customsdır. Burada müxtəlif temaların, müxtəlif şablonların əlavə edilməsidir. Daha sonra isə slaydın ölçüsünün təyin edilməsidir. Custom slide size eləyib buradan biz horizontal mı, vertikal mı, portret formasında mı olmalıdır? Eninə və uzunluğuna ölçüləri nədir? Slaydın nömrələnməsi hardan başlamalıdır? Bunu təyin edə bilirik. Slaydın nömrəsi neçədən başlasın təyin edə bilirik. Format background isə arxa fonunun təyin edilməsidir ki, buradan siz arxa fonunu özünüz rəng seçə bilərsiniz. Plus da ki, şəkil də əlavə edə bilərsiniz arxa fonuna. Bunu da həyata keçirdə bilirsiniz. Gəlirik ən çox bizə düşən suallar hardandır? Translation və animationdandır. Translationda preview var, translation to the slide var, bir də theming var. Preview ön baxışdır. Yəni siz hər hansı bir slaydıza keçid effekti verdikdə ön baxışı eləyə bilirsiniz. Ümumiyyətlə, translationdan animationın fərqi nədir? Onu deyim. Translation sizin slaydlarınız arasında keçiddir. Yəni, birinci slayddan ikinci slayda keçmə effektidir. Amma animation isə slaydınızda olan obyektlərin gəlmə ardıcıllığıdır. Bu necədir? Tutaq ki, mən burada elə birinci slaydı seçdim. Slayda effekt verər, animation və yaxud da translation verəndə diqqət edərsinizsə, burada bir ulduz var. Yəni, onların əlavə etməsə, deyə bilər ki, sizə hansı slayda animation və yaxud da translation verilir, ulduz olanlara verilir. Gələk indi keçidlərə baxaq. Məsəl üçün, burada mən belə bir keçid qoyuram. Artıq fikir versəniz, məsəl üçün, slayda olur. Preview ön baxışdır, buradan izləyə bilirəm. Yəni, artıq mənim birinci slaydım gələndə bu formada olur. İndi bunu verdik. Hansı slaydda verilən effektin qrupları var? Subtle, exiting, dynamic content. Bunları öyrənmək lazımdır. Subtle'dır, exitingdir və dynamic contentdir. Sonra isə gəlirik sound, duration var, amplitude var. Bunlar nə deməkdir? Sound, bir slayddan digərinə keçən zaman veriləcək səs əmridir. Məsəl üçün, artıq mən preview elədikdə bu formada artıq məndə nə baş verəcək? Slaydıma keçid baş verəcək. Duration nə deməkdir? Baxın, fikir verin, mən burada bunu 4 saniyə qoydum. Preview eləyək. Baxın. Daha uzun müddət 4 saniyə keçdi. Məsəl üçün 1 saniyə versəm nə baş verəcək? Məsəl üçün çox sürətli şəkildə baş verəcək. Lap 0,75 saniyə. Yəni çox sürətli anda baş verdi. Duration bir slayddan digərinə, yəni slaydın o gəlmə müddəti deyilir. Amplitude hamısına tətbiq edilməsində o mouse click var, bir də after var.
O mouse click. Mən slaydımı baxın təqdim edildi. Başlayaq rekorda. Daha sonra Hal-hazırda növbəti slayda keçirik. Klikləyirəm, baxın, klikləyirəm. Kliklədikcə mənim slaydım növbəti bir slayddan digərinə keçdi. Amma ki, mən istəyirəm ki, slaydım özü avtomatik şəkildə keçsin. Məsələn, bir qoydum, upload to elədi. Baxaq, indi izləməyə baxaq. Bir sıra üst getdi. Saniye dördüncü. Baxın, bir saniyədən bir artıq özü avtomatik şəkildə gedir. Bir saniyədən bir dəyişir. Yəni, upload to all da elədim, hamısına tətbiq edirdi. Amma siz belə eləyə bilərsiniz. Bir slaydınıza başqa bir verə bilərsiniz. Digər slayda, məsəl üçün, pərdə açıldı. Baxın, bu formada mən götürəcəm, verdim. Bu formada səsi də həmçinin fərdiləşdirə bilərsiniz. Bu slayda digər slayda isə digər səs verə bilərsiniz. Keçdik animationa. Animation da eyni ilə translationa bənzəyir. Demək, preview var, animation var, advanced animating var, theming var. Bunlar nə deməkdir? Preview ön baxışdır, bunu bildik. Animationda isə bizim təqdimatımızda olan obyektlər. Məsələn, bunu elədim, kliklədim. Gəlirəm, hansı animationlar var. Gördüyünüz kimi burada nonu ayrıca yazıb. Bayaqları isə non eyni yerdə idi. Entrance var, emphasis var, exit var. Bir də burada exit var. Motion paths var ki, orada sərbəst şəkildə slaydı oynada bilirik. Məsəl üçün, baxın, bu formada hansı istiqamətdə belə fiqurunu, onun bir istiqamətini təyin edə bilir ki, yəni fırlana mı gəlsin? Baxın, bu şəkildə gəlsin, yəni bunu da təyin edə bilirik. Sonra isə add animation var ki, özdə slayda biz animasiya təqdim edelim. Baxın, bunun qarşısında bir yazılıb. Məsələn, buna verək bu cürə artıq, məsəl üçün, bunun qarşısında 2 yazı fikir versin. Add animation slide daha animationlar əlavə edilməsidir. Animation panel vardır ki, burada animation panel edişdə, yəni müddəti nə qədərdir, hansı effektlər verilib, bunlar haqqında məlumat verir bizə, ölçüləri, bağlamaq və s. Trigger isə sürətli seçməkdir. Bu heç sizə testə düşmür deyə heç onun üzərində qalmırıq. Sonra gəlir, mən bunu seçəndə Animation Painter var. Bilirik ki, bizim homumuzda Format Painter var idi. Format Painter yazının istiqamətinin təyin edilməsi idi də, onun formatının təyin edilməsidir. Burada da eyni ilə o həyata keçirilir. Burada Animation Painter tətbiq etdiyiniz animasiyanı kopya eləyir. Yəni, hər hansı bir elementə buna tətbiq etdiyiniz animation budursa, artıq digərinə də, məsəl üçün, buradan biz bunun üzərinə kliklədik, animation painter elədik, gətirirəm burada bu sözün üzərinə elədik, artıq bu söz də artıq eyni animasiya ilə tətbiq olunacaq. Burada, məsəl üçün, animation 1-dir, 2-ni buraya əlavə etmişəm, 3-ü də buraya əlavə etmişəm. Gələk sonra isə on click var, start. Yəni, biz hansı ilə necə başlamalıyıq? Bir var, mən tətbiq etdikdə, baxın, burada tətbiq etdikdə, Hal-hazırda baxın, burada mən kliklədim burada. Burada fikir versəz, sonra bu cür tətbiq edildi. İndi isə gəlirik burada on click əmrin həyata keçirdikdə, yəni mən hər dəfə on click əmrini həyata keçirmişdim. Hər dəfə siçanın düyməsinə kliklədikdə bu növbəti slayda keçir. Bir də var with previews. Bu nə deməkdir? With previews elədikdə artıq, baxın, digəri ilə, yəni birlikdə fikir versəz burada 0, 1, 2. Burada with previews var, after previews var. O kliklə, biz kliklədikdə hər bir animasiya özü tək-tək gəlirdi.
Biz preview elədikdə isə artıq preview eləyirəm. Baxın, ikisi eyni anda gəlir. After preview elədikdə isə artıq birlikdə hamısı e, aha. Demək, dedik ki, biz sizə with preview elədikdə əvvəlki ilə bir yerdə gəlir, after preview elədikdə isə sonrakı ilə gəlir. Duration var. Duration slaydın gəlmə müddətidir. Yəni mən bu slaydın dedikdə, yəni obyektin gəlmə müddətidir. Yəni mən burada preview elədikdə fikir versəz 4 saniyə ərzində gəlir. Bunu bildik. Bir də var burada delay. Delay gecikmə deməkdir. Gecikmə nə deməkdir? Yəni bir slayd ondan neçə saniyə sonra gəlsin. Baxın, fikir verin, preview eləyirəm. 1 saniyə keçdi. 4 saniyə ərzində gəldi. 1 saniyə keçdi, bu gəldi. Yəni bu formada həyata keçirilir. Delay gecikməli, yəni neçə saniyədən sonra gəlsin. Daha sonra isə Reader Animation'da isə nələr var, onu deyəcəm sizə. Reader Animation'da var Move Earlier, əvvəlki ilə köçür. Bir də var Move Later, sonraki ilə köçürtdü. Yəni sadəcə əmri bilsəz kifayət edir. Burada biz gəldikdə Animation'da burada seçdikdə burada kliklədikdə hər hansı bir effekt seçsə, tutaq ki, burada aktiv olur bu əmr. Effekt və timing açılır. Effekt və timing səs əlavə edilməsi. Timingə daxil olduqda da isə burada gəlir bizə start məsələn olmazdı. With previews'dur. Sonra isə after previews'dur ki, burada qeyd edilir. Delay gecikmələr var ki, siz buradan kliklədikdə artırıb azalda bilərsiniz. Duration var ki, burada o əmr yoxdur. 20 saniyə, 5 saniyə, 3 saniyə, 2 saniyə, 1 saniyə və 0,5 saniyə iləndir ki, bu extremely slow, very slow, slow, medium, fast, very fast. Yəni 0,5 saniyə ilə gəlsin. Buradan əmrlər istifadə edilir. Repeat var ki, təkrarlamalardır. 2, 3, 4, 5, 10 şəklində verilib. Əsas bizdə duration'un müddətləridir ki, extremely slow, very slow, slow, medium fast və very fast olaraq formallaşıb. Daha sonra isə gəlirik slideshow-a. Slideshow-a daxil olarkən start slideshow var, setup var, bir də monitor var ki, buradakı əmrlərlə biz tanış olmağa başlayaq. Burada slideshow əmrində var ki, from beginning, from current slide, var burada custom slide, bir də bundan əvvəl 2010 versiyasında broadcast slideshow var idi ki, web saytda atmaq yəni formasında həyata keçirilirdi. Yəni slide nümayəndəsi yayımlanması, internetdə yayımlanması formasında keçirildi. From beginning dedikdə slaydımız ən birincidən başlanır. Birinci slayddan başlanır. Escape düyməsini basıram. From beginning-in qısa düyməsi bizdə olacaq F5. Amma burada var from current slide. Bu cari slayddır. Tutaq ki, hal-hazırda mən 4-cü slayddayım. From current slide dedikdə cari slayddır. Hal-hazırki slayddan davam edəcək prosesi. Onun da qısa düyməsi Shift F5 düyməsidir. Slayd təqdim olarkən ləğv etmək üçün, yəni escape düyməsində basırıq. Sonra isə gəlirik biz burada custom slide show demək nə deməkdir? Custom slide fərqləşdirmə deməkdir. Yəni custom show edirəm. Məsəl üçün hansı slaydlar göstərilsin? Onları seçirəm. Buradan əlavə edə məsələn slide 1 olsun, slide 2 göstərilsin və s. Buradan həyata keçirdə bilirəm. Sonra isə gəlirik buradan setup-a. Setup-da nələr var? Setup slide show var. Setup slide show bir növ sazlama deməkdir.
Nələrinsə ləğv edilməsi, slayda animasiyanın effektinin ləğv edilməsi, əmrlərin ləğv edilməsi, hər hansı bir nələrinsə dəyişilib düzəldilməsi. Məsələn, buradan görürsüz də, yəqin ki, slayd məsəl üçün slaydın nömrəsi 1-dən başlasın, məsələn 5-dən başlasın və sair əmrləri həyata keçirməyə kömək edir bizə. Hidden slide isə slaydın gizlənməsidir ki, hal-hazırda tutaq ki, mən 5-ci slaydda fikir versəz 5-in üzərindən xətt çəkilir. Yəni artıq mən slaydı təqdim edən zaman 5-ci slayd göstərməyəcək, 4-dən 6-ya atlayacaq. Bu deməkdir. Daha sonra isə rehearse teaming var. Vaxtın sazlanması vardır ki, bu əməliyyatı da həyata keçirmək lazımdır ki, yəni burada nələr baş verəcək? İndi onun haqqında sizə deyəcəm. Ah, demək burada rehearse teaming. Gördüyünüz kimi burada saat işarəsi var. Bu da o deməkdir ki, mən hər bir slaydımın təqdim olunma vaxtını təyin edə bilirəm. Mən ona zaman təyin edirəm ki, yəni bu müddətdən sonra, bu müddət məsəl üçün 1 saniyədir, düzdürmü? 1 saniyədən sonra məsəl üçün o dəyişsin. Yəni bu nə deməkdir? Hər bir slayda vaxtı qeyd edirəm ki, avtomatik göstərsin ki, mənə. Baxın, fikir verin. Mən burada bunu təsdiq etdim. İndi escape düyməsi fikir versəz burada hal-hazırda mən burada 15-ci 16-cı saniyədəyim, amma slaydım 7-ci 8-ci saniyədədir. Başlayan rekorda. Daha sonra növbəti slayda keçirəm. Növbəti slayda keçdikdə artıq mən 20 saniyədə danışıram. Amma bu slaydımın təqdim olunması baxın fikir verin 2-3-cü dəqiqədəndir. Sonra növbətiyə keçirəm. Fikir versəz, yenə sıfırlanır. Düzdür, mən 28-ci saniyədəyəm. 28-ci. Amma mənim slaydımın, bu slaydda artıq mən 3 saniyədir qalmışam. Yəni bu deməkdir. Aydın oldu mu? Deyirsiniz ki, ümumiyyətlə bu müddət 34 saniyədir. Yes deyirəm. Məsəl üçün, artıq mənim slaydımda, burada slide sorter rejimində, baxın, slide sorter rejimində mənə müddət verir ki, bu slaydın üzərində 6 saniyə qalınacaq. Bu slaydın üzərində məsələn 7 saniyə qalınacaq. Bunun üstə 6, bunda 1. Baxın, zamanı göstərir burada mənə. Normal görünüş rejiminə keçirəm, sonra isə gəlirəm nəyə? Rekord slayd var ki, rekord slayd demək, nitq zamanı, yəni danışıq zamanı buradan bizə götürüb buradan görüntümüz də əlavə edilməsi. Məsələn, görüntümüzü buradan əlavə edərək biz slaydı təqdim edə bilirik. Məsələn, bunu pause verirəm, clear təmizlənməsini həyata keçirdirəm və prosesi dayandırıram. Yəni burada mən rekord edə bilirəm və axırda görürsünüz ki, burada mənim necə deyərlər, dərsi izah edən zaman dərsin üzərində olan videomda burada əks edilib. Səs əlavə edən zaman burada rekord slideshow-da aşağıda olur. Amma siz burada insertdə audio elədikdə bu mərkəzdə olurdu. Yəni bununla onun fərqi budur ki, bu aşağı sağ küncdə olur, digəri isə mərkəzdə yerinə yetirilirdi. Sonra isə burada var, bunu x-lədikdə cari slayddan başlasın və yaxud da ki, hal-hazırki slayddan başlasa, clear roll elədikdə isə bütün slaydlardan bu rejim silinmiş olacaq. Bu isə bizdə gəlirik ki, show media, yəni burada əlavə məlumatların görsənməsi, video və səslərin idarə edilmə panelinin göstərilməsi və s. burada qeyd edilib. Sonra monitorun tənzimləmələridir ki, bu təqdim olunan zaman slaydımız monitorumuzun ekranına uyğun tənzimləmə həyata keçirilsin. Bunu həyata keçirilsin.
Əmri eyni ilə Word-dəki kimidir deyə oranı artıq keçirəm. Daha sonra View-a. View-da Windows-dur, Macros-dur, Show-dur. Bunların hamısı eyni ilə Word-dəki kimidir. Burada görünüş rejimləri var. Sadəcə Master View olan görünüş Slide Master, Handouts Master, Note Master. Bunları biz seç kifayətdir. Yəni özəlliklərin ehtiyacı yoxdur öyrənməyə. Bizə gəlir əsas görünüş rejimləri. Normal hal-hazırda biz normal rejimdəyik. Bir var bunun outline rejimi. Outline rejimində slaydımızın əgər başlığı varsa burada göstərəcək titullar. Yoxdursa göstərməyəcək. Yəni bizim slaydlarımızın başlıqları varsa burada bu cür slaydların ölçüləri kiçildilib göstərilib. Slide sorter isə bizdə bizim hər slaydımıza verilən müddət var. Onu göstərir. Burada və slide sorterin bir məqsədi var ki, minimum, maksimum 200 həcmdə olur. Bir də not var ki, əlavə qeydlərin aparılmasıdır. Bir də reading view vardır ki, artıq bu slide yan-yana şəkildə baxın, oxumuş rejim kimi göstəriləcək artıq. Baxın, fikir verin, bu formada reading view-da həyata keçir. Yəni reading view-da oxu görünüş rejimi formasında olur da bu formada göstərilir. Bir də əlavə olaraq burada demək istədiyim budur ki, slide təqdim olunan zaman biz Ctrl-P düyməsini bastırdıqda qələm aktiv olur, print əmri aktiv olmur. Bir də burada əlavə görünüş rejimi var ki, slideshow rejimi. Burada da slaydımız bu formada təqdim edə bilirik. Daha sonra ise burada var hansı görünüş rejimleri var. Bir de var burada color var ki biz burada çap zamanı rəngli mi çap olunsun, rəngi dəyişsinmi əmrləri yerinə yetirmək üçün həyata keçirilib. Bu qədər PowerPoint-da əsas məqamlar bunlar idi.